Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi təbiətdə 3 cür canlı var: insanlar, bitkilər, heyvanlar. Mən bugün sizə bizim üçün vacib olan arılar haqqında qısaca məlumat verəcəyim. Arılar bizim üçün çox əhəmiyyətlidir. Bizim yaşamağımız ondan asılıdır, həyati məsələlərimiz. Ümumiyyətcə həyatın demək olar ki, materiya bəlkə də arıların çiynində dayanmışdır. Desək yanılmarıq. Belə ki, arılar kənd təsərrüfat məhsullarını, meyvə-tərəvəzlərin, qoz, fındığın, badamın, yoncanın, soğanın, digər kənd təsərrüfat məhsullarının tozlanmasında mühüm rol oynayır ki, biz də həmin qidalardan istifadə edirik. Yəni arılar olmasa həmin qidaların da deməli qiyməti katastrofik dərəcədə qalxa bilər, qıtlığa gətirib çıxara bilər. İkinci bir tərəfdən heyvandarlıq sahəsinə də onun ciddi təsiri ola bilər. Arıların olmaması, yox olması. Belə ki, bildiyimiz kimi heyvandarlıqda əsas yem kimi yonca götürülür. Yoncanın da birbaşa tozlanması arılardan asılı olduğu üçün yonca yox ola bilər və bununla da ət və süd məhsullarının qiymətləri qalxa bilər. Sonra biosistemin deməli fəaliyyəti də deməli var olması da arılardan asılıdır. Belə ki, çöldə yabanı halda bitən bitkilər, yəni insan əməyi olmadan bitən bitkilərin də tozlanmasında arıların böyük rolu var. Belə ki, həmin yabanı bitkilərdən quşlar, məməlilər və vəhşi heyvanlar deməli qidalanmaqla özlərini deməli həyatda durmasını təmin edirlər və belə ki, həmin yabanı bitkilər də olmasa quşlar da qidalanmaz və ölə bilərlər, tələf ola bilərlər və bildiyiniz kimi quşlar da zərərverici bəzi mikroorqanizmləri yeyərək bizim sağlamlığımızı təmin edirlər. İqtisadi cəhətdən də zərər verə bilər. Çünki arıların zəhərindən müəyyən dərmanlar istifadə olunur. Onu da nəzərinizə çatdırım ki, dünyada mövcud olan bitkilərin deməli 1/3-ni arılar tərəfindən tozlanır və 130 mindən çox bitki növünü deməli tozlandırırlar. Bu qədər, çox sağ olun, kanalıma abunə olmağı unutmayın.